Ayaqları kəlmə və kəlam haqqındakı fərqi ələ almışdıq. Orada bir məsələ var idi. Dedik ki, kəlmə və kəlam məsələsində bəziləri bunu bir-birinə qatışdırır. Deməli, antropomorfizm və bir də metafizik şirkmə edirlər. Dedim, bunun haqqında ayrıca bir danışacağım. İndi istəyirəm o barədə inşallah danışaq. Deməli, bu mövzu ilahiyyat, yəni teologiya və fəlsəfənin ən mühüm mövzularından biridir. Sizin qeyd etdiyim kimi, Qur'an-ı Kərim Allahın zatını və sifətlərini izah edərkən bu iki kənar baxışın, yəni ifratın arasında orta bir yol tutur. Ümumiyyətlə bunu da qeyd edək ki, əslində Allahın zatını deyəndə də orada məsələn Allah özü üçün nəfs kəlməsi, vəcih kəlmələri ki istifadə edir, bu zatına dəlidir. Amma vəcihdən qəsdi və yaxud da nəfs deyəndə özünə ki İsa deyir, məsələn mən nəfsimdə olanı bilirəm, amma sənin nəfsində olanı bilmirəm. Bu zat deyə tərcümə edirlər, yəni özündə deyə tərcümə edirlər. Vəcih deyəndə özünü və yaxud da zatını deyə tərcümə edirlər. Amma nə olduğu haqqında Allah bizə açıqlama verməmişdir. Yəni Allah mahiyyət baxımından nədir sualına sadəcə o lətifdir. Yəni nə fizik deyil, nə metafizik deyil deyə bir ifadə ortaya qoyulmuşdur. Yəni əslində bilinmir. Yəni zatı bilinməyən varlıqdır Allah. Yeganə olaraq yerdə qalan hər bir şeyin zatı ola bilər biz bilmirik, amma var, bəllidir yəni. Bunu qeyd edək, yəni Qur'an Allahı bizə ən çox feili və yaxud da sifətləri ilə tanıtdırır özünü. Amma zatını bizə açmamışdır. Kim də zatına girsə zaten azacaqdır. Devam edək. Gəlin bu terminləri sadə dillə izah edək. 1. Antropomorfizm, yəni cisimləşdirmə, insan biçimlilik, yəni insani biçimlilik vermək. Bunun adına nə deyirlər? Antropomorfizm. İnsan xüsusiyyətlərinin insana bənzəməyən varlıqlara bu kontekstdə, yəni Allaha aid edilməsidir. Nə deməkdir bu? Allahın insana bənzəyən bir orqanının, məsələn, əl, üz, göz, fiziki hərəkətlərinin, yəni oturmaq, düşmək, qalxmaq kimi olan və ya insani duyğularının, yəni qəzəblənib, peşman olmaq, acımaq, qorxmaq, bu kimi duyğuların olduğunu iddia etməkdir. İlahiyyatda təzahürü bəzi keçmiş, yəni ilahiyyatda təzahürü, yəni mücəssəmə, cisimləşdirmə, bəzi keçmiş inanc sistemində və ya İslami daxilindəki bəzi radikal qruplarda müşəbbihə və mücəssimə, yəni Allahın şəbih, yəni bənzətmə, müşəbbihə bənzətmə, oxşatma, ona müşəbbihə deyərlər. Yəni belə təriqətlər olubdur ki, Allahı nəyəsə bənzədirlər. Bu bənzədənlərə nə deyirlər? Müşəbbihə. Və yaxud da Allahı özləri kimi də bir cisim hesab edirlər. Məsələn, bir dənə fikir sürürlər, deyirlər Allah cisimdir, amma heç bir cismə bənzəməz. Anlaşıldı? Bunlar mücəssimədir. Bəziləri də deyirlər ki, Allah məsələn bizim kimi əli var, bizim kimi gözü var, bu müşəbbihədir. Aydındır. Allahın bir cismi olduğu, göydə, bir taxtın üzərində fiziki olaraq oturduğu düşünülür. Yəni bu düşüncə klassik dinçilərdə görünür, var, kitablarında rast gəlinir. Qur'anın mövqeyi nədir bu barədə? Qur'an, leysə kəmislihi şeyun, Şura 11-ci ayəsində ona bənzəyən heç bir şey yoxdur. Heç bir şey onun kimi deyildir. Onun kimi bir şey deyildir ayəsilə bunu qəti şəkildə rədd edir. Qur'an Allahın əli və ya üzü dedikdə bunu cismani deyil, məcazi mənada qüdrət, razılıq və s. başa düşməyi tələb edir. Bəziləri heç məcazi tamamilə qəbul etmək istəmir. Mən həmişə onlara bir sual yönləndirmişəm. Demişəm ki, o zaman kürsi, Allahın kürsüsü məcaz olaraq götürmə və mənə göstər ki, göyləri və yeri nə qarıbdır? Əhatə etmişdir, deyir. Allahın kürsüsü göyləri və yeri ehtiva etmişdir, əhatə etmişdir. Burada kürsü nədir? Fizik olaraq göstər mənə. Bir çox şeylər demək olar. Məsələn, qənət məsələsini götürürük. Qənətlərinin altına al deyə, valideynlərinizi və yaxud da ilk ediyə kimi ömürləri qənətlərinin altına, mərhəmət qənədi deyə mərhəmət sözü, amma ərəbcədə mərhəmət sözü də yoxdur. Və yaxud da dəmir dilli ifadəsi Əhzab surəsində onu sivri dil, acı dillər deyə tərcümə edilir, amma hədid kəlməsi və lisan kəlməsi, dil kəlməsi ilə yan-yana keçmişdir. O dəmir dili fizik olaraq dili dəmir olan adamı göstər görün mənə. Yəni, bu məntiq deyil yəni. Davam edək. Necə şişirdilir? Sualını ortaya qoysaq. İndi hələ təzə. Yəni, bu nə demək? Allah antropomorfizmdən qorumaq istəyərkən, yəni biraz bunu inşallah geniş əl alaq. Metafizik şirkmə ilə bunun fərqini dedik inşallah əl alacağıq. Deməli, bəziləri dedik ki, buna müşəbbihə və bəziləri mücəssimə. Allahın bir cisim olduğu, göydə bir taxtın üzərində fiziki olaraq oturduğu düşünülürdü deyirlər. Qur'an mövqeyi
mövqeyi. Quran ona neyse kəmisliği şey dedik deyir. Şunu 11'də heç bir şey bənzər ayəsi ilə bunu qəti şəkildə rədd edir. Quran Allahın əli və ya üzü dedikdə bunu cismi deyil, məcazi mənada, yəni qüdrət, razılıq və s. başa düşmək tələb edir. İndi metafizik şişirtmə nədir? Biz başa düşdükdə o birisi kəlməni ki, yəni mücəssiməyə aiddir. Metafizik şişirtmə nədir? Bəzilərdə Allahın belə deyək də metafizik olduğunu düşünür. Əslində Allah biz bilmirik. Fizikdirmi, fizik olmadığını bilirik. Metafizik məsələsinin özündə ixtilaf var. Bəziləri deyir ki, o metafizikdir. Bəziləri deyir ki, metafizik deyil. Bəs nədir? Və o nədir sualına cavab verilməməlidir, bilmirik deməlidir. Amma başlayır izah verməyə, daha da şişirdilir. Metafizikliyi şişirdilir yəni. Baxaq görək. Metafizik şişirtmə yəni tətil. Tətil nə deməkdir? Yəni həddindən artıq mücərrədləşdirmək deməkdir. Yəni sizin metafizik şişirtmə adlandırdığınız anlayış, yəni insanların bəziləri elmi dildə daha çox tətil, yəni Allahın sifətlərini inkar etmə və ya dondurma adlandırılmışdır. Bu nə deməkdir? Allahı antropomorfizmdən qorumaq istəyərkən o qədər uzaq və o qədər mücərrəd təsvir edilir ki, nəticədə Allah sanki həyatla əlaqəsi olmayan, heç bir xüsusiyyəti bilinməyən boşluq və ya sadəcə fəlsəfi bir ideya kimi qalır ortalıqda. Necə şişirdilir? Məsələn, bəzi fəlsəfi cərəyanlar deyir ki, biz Allaha alim, yəni bilən deyə bilmərik. Çünki elm insanda var. Rəhim, yəni rəhimli, mərhəmətli olmaq da deyə bilmərik. Çünki bu da insani bir hissdir. Beləliklə, Allahın bütün sifətlərini bir-bir nağarırlar, sıradan çıxardırlar, inkar edərək, onu tamamilə bilinməz və dua edilməyəcək qədər uzaq bir varlığa çevirirlər. Nəticəsi, bu baxış Allahı hissiz və kainatla heç bir bağı olmayan bir qüvvəyə çevirir. Bu da dinin mahiyyətinə, yəni Allahla qul arasındakı o əlaqəyə, bağa ziddir. Qur'anın sərt və aydın yolu vardır. Quran bu iki uçurumun arasındakı tarazılığı qoruyur. Bir, antropomorfizmə yox deyir. Yəni mücəssəməyə, Allahı cisimləşdirməyə, cismi bənzərlikləri Allaha verməyə yox deyir. Allahı heç bir yaradılmışa bənzətmir. O cisim deyil, məkanı yoxdur və zamandan asılı deyil. Zamanın içərisinə girməz. Metafizik şişirtməyə ona da yox deyir Quran. Allahın adlarının və sifətlərini bizə tanıdır. O eşidəndir, görəndir, rəhimlidir, sevir. Amma onun eşitməsi, burasına diqqət eləyək, amma onun eşitməsi bizim qulağımızla görməsi bizim gözümüzlə eyni deyildir. Yəni biz gözümüzlə görürük, biz qulağımızla eşidirik. Allahın bu cür alətlərə, vasitəyə ehtiyacı yoxdur. Nə deyir Allah? Elmi hər şeyə əhatə etmişdir. Deməli, elmi ilə göz nədən ötürüdür? Bir şeyi görüb bilmək, yəni göz bir insanın görülən bir şeyi ötürərək onun haqqında bilgi algılaması üçündür. Qulaq da həmçinin. O idi ki, Allahın bunun kimi vasitələrə bilməyi üçün bunun kimi vasitələrə ehtiyacı yoxdur yəni. Xülasə, antropomorfizm Allahı insana, insan səviyyəsinə endirilməməlidir. Endirməkdir əslində bu sözün özü, amma bu endirilməni qəbul eləmir. Yəni Allah insana bənzətmək deməkdir ki, Allah bunu qəbul etmir. Bu batil bir inancdır, batil bir fikirdir. Metafizik şişirtmə isə Allahı o qədər uzaqlaşdırır ki, onu anlaşılmaz və yox hökmünə gətirib çıxardır sanki. Quran-ı Kərim isə deyir, Allah vardır. Sifətləri həqiqətdir, amma o heç bir şeyə bənzəməz. Allah hamımızdan razı olsun. Və selamu aleykum və rəhmətullah. Deməli, bu sualı biraz istəyirəm əl alaq. Sual bu oldu ki, kəlamın içində kəlmə, kəlmənin içində kəlam varmı? Yəni, kəlamın içində kəlmə, kəlmənin içində kəlam vardırmı? Belə bir sual verilir, ortalığa qoyulur. Qısa cavab olaraq buna cavab verməyə çalışaq. Birinci cavab verək, sonra sübut eləyək yəni. Birinci cavabı deyirik, sonra cavabı sübut eləyək. Bir, hər kəlam kəlmələrdən ibarətdir. Amma hər kəlmə kəlam deyil. Baxın, bir də təkrar edirəm. Hər kəlam kəlmələrdən təşkil tapmışdır. Amma hər kəlmə kəlam deyildir. İndi bunu Qur'anın özü ilə danışaq. Bir, Qur'anda kəlam necə görünür? Qur'an kəlamı hadisə kimi təqdim edir, struktur kimi yox. Bax, bir də təkrar edirəm. Qur'anda kəlamı hadisə kimi Allah təqdim edir, struktur kimi yox. Məsələn, və kəlləməllahu Musa təklimən sözündə, Nisa 164-də Allah Musa ilə bir, bax, fikir verin, kəlləmə.
təkidli şəkildə gəlir, kəlimə sözünü təkidləndirdi, danışdı, kəlmələşdi. Bir təklimən kəlmələşməklə. Burada nədir? Burada diqqət et. Neçə söz deyildiyi deyilmir. Hansı cümlə deyildiyi deyilmir. Vurğu danışma faktınadır. Deməli, kəlam danışma aktıdır. Bu akt mütləq söz vahidlərindən, yəni kəlmələrdən ibarət olur. Nəticə, kəlam kəlmələri ehtiva edir. Aydın oldu bura qədər. İndi baxaq, Quranda kəlmə necə görünür? Kəlmə Quranda müstəqil vahid kimi gəlir. Məsələn, təmmət kəlimətu rabbikə sidqan və adlən. Ənam 115-də. Rəbbinin kəlməsi siddiqlik, doğruluq və ədalət baxımından tamamlanmışdır. Burada danışma yoxdur, xitab yoxdur, ünsiyyət də yoxdur. Amma hökm var, qərar var, reallıq var. Bu kəlmədir, amma kəlam baş vermir burada. Nəticə, kəlimə tək başına mövcud ola bilər. Aydındır? Deməli, struktur belədir. Qur'ani deməli, çox vacibdir ki, yəni Qur'anı nisbət verirsək, kəlam danışma aktı. Kəlmələr məna vahididir. Kəlimə mütləq şəkildə kəlam yaratmır. Aydındır? Yəni kəlimə mütləq şəkildə kəlam yaratmır. Buradan anlayırıq ki, Qur'anı yəni o çox vacibdir ki, yəni o şeydə bu cür gedir. Üslub Qur'anda bu şəkildədir ki, kəlmənin içində kəlam olmaz. Amma kəlamın içində mütləq ki, kəlmə olsun. Kəlmə niyə bəzən danışıq kimi başa düşülür? Çünki insanlar dil hadisəsi ilə ontoloji hadisəni qarışdırırlar. İnsanlar dil hadisəsi ilə ontoloji hadisəni qarışdırır. Qur'an isə bunları ayırır. Qur'an baxışında belə görülür ki, kəlam zaman içində baş verən akt, kəlmə zaman üstü hökmdür. Zaman üstü hökmdür. Ona görə də Allahın kəlmələri dəyişməz deyilir, amma Allahın kəlamı dəyişməz deyilmir heç bir yerdə. Bu təsadüf deyil, bu termin dəqiqliyidir. Bir cümləlik formul yadda saxlama olaraq desək bunu qısa, kəlam sözlərin hərəkətidir. Kəlmə hərəkətə səbəb olan qərardır. Bir də təkrar edirəm. Kəlam sözlərin hərəkətidir, yəni səslənməsidir, reallaşmasıdır, gerçəkləşməsidir. Aydındır. Amma kəlmə hərəkətə səbəb olan qərardır. Və poetik amma sərt bağlasaq bu sözü, kəlam axır, kəlmə qalır. Səs sönür, hökm yaşayır. İstəsən bunu belə deyim də, bu şəkildə də qeyd edə bilərik ki, kəlamın varlığı kəlməyə bağlıdır. Kəlmə olmadan kəlam ola bilməz. Kəlam, belə deyək də, dəyişkəndir. O aradan gedə bilər, amma kəlmə sabitdir, qalıcıdır, dəyişilməzdir. Bu qədər.